Peyğəmbəri Əkrəmin vəfatından sonra Məsihi alimlərinin böyüyü 100 nəfərlə birlikdə Mədinəyə gəlib Əli əleyhissalama suallarını dedilər və qane-edici cavablar aldılar. Burada onların suallarından birini qeyd edirik. Ya Əli, de görək Allahın üzü vəchullah hansı tərəfdədir? Əli əleyhissalam bir qədər odun yığıb yandırdı və Məsihi aliminə dedi: Bu odun üzü hansı tərəfədir? Məsihi dedi: Hər tərəfi onun üzüdür. Əli əleyhissalam buyurdu: Allahın yaratdıqlarından biri olan bu odun, müəyyən bir üzü olmadığı halda, onu yaradanın necə üzü ola bilər? Halbuki odun Allaha heç bir oxşarlığı yoxdur və onunla əsla müqayisə olunası deyildir. Sonra buyurdu: Şərq də, qərb də Allaha məxsusdur. Hər tərəfə üz çevirsəniz, Allahın vəchi oradadır. Allah genişlik bağışlayan və elmlidir.